Ərkivan Xeyriyyə Cəmiyyəti pandemiyanın dünyaya da tüğyan elədiyi bir vaxtda 2020-ci ildə yaradıldı. Həqiqətən də çətin dövr idi, çətin zaman idi. Təkcə kəndimizdə, Masallıda, Azərbaycanda deyil, bütün dünyanı bürünmüş bir virusla mübarizə aparılan vaxtı yaradıldı. Əsas səbəbi də elə pandemiya vaxtında əhalinin, sakinlərin evdən çölə çıxa bilməməsi, onlara işlə çətinlik yaranması işlərində və biraz da maddi tərəfdən acınacaqlı vəziyyətdə yaşayan bir dövrünə təsadüf elədi cəmiyyətin yaranması. Əsas məqsəd də az təminatlı ailələr, pandemiyadan əziyyət çəkən ailələri öz himayəsinə götürmək oldu və biz bunun öhdəsindən layiqincə gəldik. 2020-ci ildə Vətən müharibəsi Azərbaycanımızda baş verdi. Azərbaycanımız qalib dövlətə çevrildi və bizim əlbəttə şəhidlərimiz oldu. Şəhidlərimiz bizim yaralı yerlərimizdir. Şəhid ailələrinin qayğısına qalmaq, şəhidlərin əbədiləşdirmək xatirələrini bizim əsas vəzifələrimizdən birinə çevrildi. Biz bunun öhdəsindən də layiqincə gəldik. Daha böyük layihələrimiz oldu. Elmlə, təhsillə bağlı, idmanla bağlı layihələrimiz oldu. Və inanırıq ki, bu 5 il müddətində, az müddətdə əldə elədiyimiz bu qədər uğur növbəti 5 ilimizdə bundan dəfələrlə çox olacaq və Ərkivan Xeyriyyə Cəmiyyəti nəinki bir qəsəbənin, bir bölgənin, eləcə də Azərbaycanın öndə gedən xeyriyyə işləri ilə məşğul olan bir quruma çevriləcək.